Akıl Bakdadı kanalında Cici Hak Gərdək. Bismillahirrahmanirrahim. Gecə hekayəsi. Danışan sizin Kövsər bacınız. Bu axşamın hekayəsi Bəndəlik bayramı. Uzaq kəndlərin birində gözəl bir qız dünyaya gəldi. Babası bu balaca körpəni qucağına alıb, onun balaca üzünə, əllərinə baxıb dedi: İmam Hüseyn əleyhissalam buyurub, övladlarınıza yaxşı ad qoyun və onları gözəl adlarla çağırın. Çünki uşağın adı onun əxlaqına da təsir qoyur. İstəyirəm ki, nəvəmin adını Fatimə qoyaq. Onun əxlaqı Həzrəti Fatimə salamullahi əleyha əxlaqı kimi olsun. Həm də kimin adı Fatimə olsa, Həzrəti Fatimə salamullahi əleyha ona şəfaət edər. Onu özü ilə cənnətə aparar. Və beləliklə, baba körpənin qulağına azan iqamə oxuyub, onun adını Fatimə qoydu. Bir neçə il keçmişdi. Balaca Fatimə həqiqətən də çox ağıllı və xeyirxah qız olmuşdu. O heyvanları çox sevir, onlarla vaxt keçirməyi xoşlayırdı. Həmişə qonaq gedəndə anasının və bacısının hicab bağladığını görən Fatimə anasına belə dedi: Ana, bəs mən nə vaxt hicab bağlayacağam? Anası dedi: Az qalıb, mənim ağıllı qızım. Sənə vacib olanda həmişə hicab bağlayıb evdən çıxacaqsan. Amma indi də istəsən, bağlaya bilərsən. Həm də bu sənin öyrəşməyin üçün lap yaxşı olar. Doğrudan? Onda mənim üçün yaşıl hicabı bağlaya bilərsən? Əlbəttə, mənim gözəl qızım. Fatimənin hələ 7 yaşı olmamışdı. Lakin Quran hərflərini öyrənmişdi və hər gün anasının köməyi ilə Quran oxuyurdu. Onun 7 yaşı olanda anası ona dedi: Əziz balam, yaxşı olar ki, sən bugündən daimi namaza başlayasan. İndidən ibadətə öyrəşsən, sonra sənin üçün asan olacaq. Axı mən namazın sözlərinin hamısını bilmirəm. Eybi yox, gəl yanımda dur. Mən nə desəm və ya necə hərəkət eləsəm, sən də təkrar et. Fatimə çox sevindi. Ana, hicab, dəstəmaz, bəs onlar necə? Sən dəstəmazı həmişə məndə gördüyün kimi al. Məndə baxım, səhvin olsa düzəldərik. Həqiqətən möhtəşəm idi. Fatimə dəstəmazı eynən anası kimi etdi və heç çaşmadı. Afərin qızıma, indi isə növbə hicabdadır. Fatimə tez qaçıb ağ hicabını geyindi. Onun o qədər uzun saçı var idi ki, hicabın altından çıxır, dizlərindən də aşağı sallanırdı. Ana, saçımın hamısı niyə hicabın altına yerləşmir? Eybi yox, qızım. Sənin üçün sabah gedib çadıra tikdirərik. O səni tamam örtəcək. Səhəri gün anası ilə Fatimə dərziyə getdilər. Qəşəng bir ağ çadıra tikdirdilər. Fatimə namazlarını o çadıra ilə qılmağa başladı. Fatimə namaz qılmağı çox sevmişdi. Çünki atası, anası, böyük bacısı ilə bir yerdə namaz qılırdı. Ailə şəklində süfrəyə əyləşmək kimi, namazı da ailə şəklində qılmaq çox maraqlı və xoş idi. Amma bir problem var idi. Fatimənin balaca bacısı kənarda şarla oynayanda, Fatimə ona baxır, gülümsüyür, bəzən öz əlləri ilə oynayır, hətta bəzən namazda bir ayağı üstə dayanırdı. Hər dəfə bacısı ona, əziz bacım, namazda sağa sola yellənmə, desə də, Fatimə heç cür namazın axırına qədər düz dura bilmirdi. Nəhayət, Fatimənin hicaba keçmək vaxtı gəlib çatdı. Atası onun yanına gəlib dedi: Mənim ağıllı qızım, bugündən artıq Allah səni bəndəliyə dəvət edir. Allah səni cəmiyyətdə faydalı olmaq üçün seçir və sənə vəzifə verir. Mənə? Nə vəzifə? Axı mən uşağam.
Hər yaşda olan insanın öz vəzifəsi var. Məsələn, xanım Rüqəyyə kimi. Kərbəlada xanım Rüqəyyə demədi ki, mən uşağam, gərək mənə su verəsiniz. Mən sizin kimi çətinlik çəkməməliyəm. Əksinə, o son nəfəsinə qədər öz imamı olan atasının və digərlərinin dərdinə şərik oldu. Şərik nədir? Yəni biz Allah qarşısında olan bütün məsuliyyətlərdə bir yerdə olacaq, onun razılığını hər kəsin razılığından üstün tutacağıq. Fatimə sevincək qışqırdı. Bu işə necə başlayaq? Anası əlindəki çayları və şirniyyatları stola qoyub Fatiməyə yaxınlaşdı. Gülümsəyərək belə dedi. Hicab sənin iş paltarın, oruc sənin səbrin, namaz hərəkətin, Qur'an isə xəritəndir. Allahın adı ilə başla. Özün bunlara düzgün riayət etməklə bütün dünyanı da öz arxanca, həqiqətdə isə əsl Fatimə salamullahi əleyhanın arxasınca Allahın yoluna dəvət et. Valideynləri həmin gün Fatimə üçün təmtəraqlı bəndəlik bayramı keçirib, onun üçün hədiyyələr aldılar. Əziz balalar, nağlımızı bəyəndinizmi? Elə isə bu nağlımıza da aid şəkil çəkib bizə göndərməyi unutmayın. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun, əziz gül balalar.